Hər kəs salam, sizlə mən Kamil və bu günlər biz çərçivələrlə tanış oluruq. Gəlin bizim bu web qovluğumuzu Sublime'ın içinə ataq. Getirik Sublime'ın içində biz sadəcə bu qovluğu buraxırıq. Və sol tərəfdən bizim üçün belə bir panel açılır. Bu panelin adı Sidebar'dır. Gördüyünüz kimi bizim qovluğumuz burada əmələ gəlib və bunun üstünə basdıqda bizim qovluğumuzun içindəkiləri biz görə bilərik. Gəlin index.html faylını açaq. Bunun üçün 2 dəfə basırıq üstünə və imj qovluğunu açaq. İçindəki bg.png faylına baxaq. Gördüyünüz kimi bizdə belə bir şəkil var. Siz bunu qaynaqlara yükləməklə tapa bilərsiniz və bu şəkildə biz fona qoyacağıq. Fona qoymaq üçünsə təbii ki bizə CSS faylı açmaq lazımdır. Bunun da üstündə 2 dəfə basırıq və body tagi üçün həmin şəkli fon şəkli kimi təyin edirik. URL təyinatı ilə şəklə yolu göstərdikdən sonra şəklimizi mərkəzdə yerləşdiririk. Sonra slash qoyub şəklin ölçüsünü yazırıq. Gəlin cover yazaq, yəni bütün səhifənin ölçüsündə olsun bizim fonumuzun şəkli və ara buraxıb no repeat yazaq, yəni şəklimiz təkrarlanmasın. İndi biz gedib baxsaq belə bir şey görəcəyik. Gördüyünüz kimi nəyə görsə şəklimiz ortaya kimi gəlir, aşağıya kimi yox. Bunun üçün biz gərək HTML və body taginə enlilik və hündürlüyü 100% verək. Yaddaşa salırıq, gedib baxıb görürük ki istədiyimizi aldıq. Amma ki səhifənin sağ və aşağı hissələrində scroll barlar da əmələ gəldi və sağ tərəfdən biraz məsafə var. Bu məsafəni də yoxlamaq üçün biz gərək bütün elementlərə, bunun üçün ulduz işarəsini yazırıq. Bütün elementlərə margin 0 veririk, üstəlik padding-də 0 veririk. Və belə yazmaqla biz bütün elementlərdəki margin və padding parametrlərini təyinatların 0-a indiririk. Və indi biz gedib baxsaq, belə bir şey görəcəyik, yəni istədiyimizi alırıq. İndi isə gəlin səhifəmizə biz div elementi əlavə eləyək və içində belə bir şey yazaq. Bu div elementinə gəlin bir class verək, qoy olsun content. Və təbii ki biz bu elementi əvvəlcə ortada yerləşdirməliyik. Bu 4 parametrin 4-ü də eyni məqsədlə istifadə olunduğu üçün mən onları bir sətirdə sıx olaraq yazıram. Çünki əlavə bir sətr tutmasınlar. Və indi biz margin auto yazsaq, bizim elementimiz hələ ki ortada yerləşmir. Ortada yerləşməsi üçün biz ona mütləq konkret ölçülər təyin etməliyik. Gəlin yazaq 500 piksel, enlilik və hündürlük qoy olsun 80 piksel. Bloku içindəki yazını biz böyüdürük və rəngin qoyuruq ağ. İndi gedib biz baxsaq, belə bir şey görəcəyik. Sadəcə bir yazıdır, ortada yerləşib. Və çərçivələrlə tanış olmaq üçün biz gəlin əvvəlcə border style parametrini yazaq. Border çərçivə deməkdir, style, tərz, növ bu mənaları daşıyır. Yəni bizim çərçivəmiz necə olacaq? Gəlin əvvəlcə biz bura sadəcə solid yazaq və indi gedib yoxlasaq, belə bir şey görəcəyik. Maraqlı görsənməsi üçün gəlin biz bir padding verək içərdən, yəni yazı ilə blokumuzun çərçivəsi arasında bir məsafə olsun. Qoy olsun 30 piksel və yazımızı blokun ortasında yerləşdirək. Deməli, border style parametrinin solid təyinatı o deməkdir ki, bizim çərçivəmiz sadəcə bir xətt kimi olmalıdır, yəni adi bir xətt. Əgər biz solid yerinə dashed yazsaq, onda bizim çərçivəmiz qırıq-qırıq xətlərdən ibarət olacaq. Dashed yerinə də double yazsaq, onda bizim çərçivəmiz 2 dənə xəttdən ibarət olacaq, yəni 2 sadə xəttdən. Border style parametrinin digər təyinatları da var, amma onlar o qədər istifadə olmadığından hələ ki biz onlarla tanış olmuruq. Biz isə keçək border width parametrinə. Border width parametri çərçivənin qalınlığını təyin edir. Misal üçün, gəlin biz bura 10 piksel yazsaq və indi gedib baxsaq, belə bir şey görəcəyik. Yəni bizim çərçivələrimiz daha qalın formada olur. Çərçivələrin tərzi kimi biz bura dashed yazsaq, onda bizim blokumuz daha qalın, qırıq xəttlərdən ibarət olacaq. Və eləcə də biz dashedi çevirib solid eləsək, onda biz sadə qalın çərçivə alırıq. İndi isə gəlin çərçivələrin rəngini dəyişməyə öyrənək. Bunun üçün bizdə border color parametri var və bildiyiniz kimi biz rəngləri istədiyimiz formatda verə bilərik. Gəlin çərçivə rəngin adicə qırmızı rəngi təyin edək və indi biz gedib baxsaq, qırmızı rəngli çərçivə görəcəyik.
Qara rəng versək, onda qara rəngdə bir çərçivə görəcəyik. Yəni burada qeyri-adi bir şey yoxdur. Fikir verdiksə biz bu 3 parametrin üçündə də bir təyinat təyin elədik. Əgər biz soliddən sonra ara buraxıb, misal üçün dashed yazsaq və indi gedib baxsaq, belə bir şey görəcəyik. Deməli, nə baş verir burada? Yadınızdadırsa biz margin və padding parametrləri ilə tanış olanda mən demişdim ki, 2 təyinat verildikdə birinci təyinat yuxarıdan və aşağıdan olan məsafəni təyin eləyir, ikinci təyinat isə soldan və sağdan olan məsafəni. Burada da həmçinin birinci təyinat yuxarıdan və aşağıdan çərçivənin hansı tərzdə olacağını təyin eləyir, ikinci təyinat isə soldan və sağdan. Üçüncü təyinatı da biz misal üçün double yazsaq, onda bizim aşağıdakı çərçivəmiz olacaq double tərzində. Gəlin hələlik bu axırıncı 2 təyinatı silək və eləcə də border width parametrində biz 1-dən 4-ə qədər təyinat təyin eləyə bilərik. Yəni biz 10 pikseldən sonra ara buraxıb 5 piksel yazsaq, onda bizim sol və sağ çərçivələrimiz olacaq 5 piksel qalınlığında. Border color üçün də biz ikinci rəng kimi ağ rəngi təyin eləsək, onda bizim sol və sağ çərçivələrimiz olacaq ağ rəngində, yuxarı və aşağı çərçivələrimiz olacaq qara rəngdə. Bundan əlavə biz əgər 3 parametrin üçündə də 4 təyinat təyin eləyə biləriksə, onda deməli biz bunlar üçün hər biri üçün ayrı-ayrı təyinatlar verə bilərik. Yəni gəlin birinci border top color yazaq və rəngi verək ağ rəngdə. Bu o deməkdir ki, yuxarı çərçivə rəngi olsun ağ rəngdə. Və indi biz baxsaq belə bir şey görürük. Ayrıca border bottom color yazsaq və rəngi versək red, onda biz aşağı çərçivəni qırmızı rəngdə eləyə bilərik. Bu formatda yazılış təkcə border color üçün yox, border style, border width üçün də təyin oluna bilər. Yəni biz hər tərəfdən ayrı-ayrı çərçivə təyin eləyə bilərik. Gəlin hələlik bunu silək və bunlardan da əlavə biz sadəcə border parametrini yazmaqla bu 3 parametrini bir yerə yığa bilərik. Əvvəlcə biz borderin qalınlığını təyin eləyirik, yəni border width bizdə 10 pikseldir. Sonra border style, yəni çərçivənin tərzi bizdə bu soliddir və rəngi də verək axırıncı olaraq ağ rəngdə. Yəni axırda biz border color parametrini təyin eləyirik və indi biz bu 3 parametri silə bilərik. Gedib indi biz yoxlasaq, belə bir şey əldə edəcəyik. İndi isə gəlin border radius parametri ilə tanış olaq. Border radius parametri çərçivənin yumruluğunu təyin edir. Əgər biz bura sadəcə 10 piksel yazsaq və gedib baxsaq, onda belə bir şey görəcəyik. Deməli, fikir verin, çərçivənin qıraqlarının hər bir tərəfi biraz yumru formada olur. 10 pikseli çoxaldıb 30 piksel yazsaq, onda biz çərçivənin qıraqlarını daha yumru eləyirik. 30 pikseli də dəyişib 60 piksel yazsaq, onda biz bunu biraz da yumru formada eləyirik. Təbii ki, biz burada faizlə də təyin eləyə bilərik. Misal üçün, gəlin 10% yazaq. Onda görəcəksiniz ki, çərçivənin qıraqları yumru olur, amma biraz başqa tərzdə. Bunu daha aydın görmək üçün gəlin 30% yazaq. Görəcəksiniz ki, bizim çərçivəmiz biraz elips formasında yumru olmağa can atır. Gəlin 30% yerinə 30 piksel yazaq. Əgər biz beləcə sadəcə bir təyinat verib 30 piksel yazsaq, onda bizim çərçivəmizin hər bir küncü üçün 30 piksel border radius olacaq. İkinci təyinat kimi biz 0 yazsaq, onda belə bir şey görürük. Deməli, yuxarı sol və aşağı sağ künclər olur 30 piksel radius ilə. Yuxarı sağ və sol aşağı künclər isə olur burada yazdığımız kimi 0. Bir dənə də ara buraxıb biz 0 yazsaq və indi gedib baxsaq, onda biz aşağı sağ küncü də 0 radius ilə eləmiş oluruq. Və təbii ki, biz son olaraq 4-cü təyinatı da 30 piksel yazsaq, onda biz sol aşağı künc üçündə 30 piksel vermiş oluruq. Border radius parametrinin hər bir küncü üçündə biz ayrı-ayrı radiuslar təyin edə bilərik. Misal üçün, bizim border top left radius yazmamız o deməkdir ki, yuxarı sol küncün radiusu olsun 10 piksel. Və indi biz gedib baxsaq, doğrudan da 10 piksellik radius görürük. Yəni biz əvvəlcə yuxarı və yaxud da aşağı tərəfi nəzərdə tutduğumuzu deyirik. Gəlin bu dəfə biz bottom yazaq, yəni aşağı tərəfi nəzərdə tuturuq və bir dənə də xətt qoyub hansı küncü nəzərdə tutduğumuzu daha dəqiq göstərməliyik. Qoy olsun sağ küncü, yəni bottom və right, yəni sağ aşağı küncü. Biz radiusunu veririk 10 piksel. Bir də yadımdan çıxdı belə bir şey göstərim. Deməli biz əgər burada yazsaq border top və 10 piksel solid və ağ yazaq,
Bu deməkdir ki, yuxarı çərçivə belə bir formada olmalıdır. Border bottom parametri üçün biz eyni təyinatları versək, belə bir gözəl çərçivə əldə edəcəyik. Əgər biz blokumuzu yumru formada eləmək istəyiriksə, onda biz çərçivəni sadəcə istədiyimizə təyin edirik və border radiusu biz 50% veririk. Hələ ki biz belə bir eybəcər bir şey alırıq. Bu nəyə görə baş verir? Çünki blokumuzun enliliyi və hündürlüyü eyni ölçüdə deyil. Əgər biz hündürlüyü də dəyişib 500 piksel eləsək, onda belə bir şey alacağıq və əgər blokumuzun yazısını ortada yerləşdirmək istəyiriksə, onda biz gərək line height parametri ilə tanış olaq. Line height parametri hər bir sətrin, yəni yazının sətrinin hündürlüyünü təyin edir. Və yazının ortada yerləşməsini istəyiriksə biz, onda gərək blokun hündürlüyü qədər ölçü verək. Gördüyünüz kimi biz yazımızı ortada yerləşdirdik və dairəmizi biraz da maraqlı eləmək üçün yanına birazca tünd fon rəngi verək. Qara rəngi veririk, amma ki biraz az şəffaflıq ilə qoy olsun 40%. Və indi biz baxsaq belə bir şey əldə edəcəyik. Əgər hər hansısa bir səbəbdən sizdə də eyni nəticə alınmadısa, onda video altındakı linkdən qaynaqları yükləyə bilərsiniz. Yəni bizim bu bütün yazdığımız kodları və ümumiyyətlə bu web qovluğunu yükləyə bilərsiniz. Bugünlük isə bu qədər. Uğurlar sizə, hələlik.